Verilişin sponsoru Bakı Sığorta, Qayğı Keş Sığorta. Uzun illərdən bəri nəsildən nəsil ötürülən və qayğı ilə yetişdirilən Azər çay, doğma çay. Sekiz Mart bayramı Tural Yusufovun en sevimli günü o. Hanımlara hediye eləməkdən həzz alır. Mənim prodüserim Pərviz Abbəkirov. O bilir mən kimə və harda və neçəyə hədiyyə alırım. Bəli. Amma mən xoşlamıram bu bayramı. Çünki həddən artıq çox pul xərcləmək lazım olur. Və bəs bu bayram belə deyək, münasibəti ilə biz bu günləri xanım avtomobilini belə deyək. Daha doğrusu xanımın idarə etdiyi avtomobili. Xanım avtomobili yox. Xanımın idarə etdiyi avtomobili. Bəli, bunu elə bir avtomobil ki, bunu kişilər də idarə edir. Amma ki, bu avtomobili məhz xanım idarə edir və o xanımın adını sizə Tural müəllim deyəcək. Deməli, öncə onu qeyd edək ki, bir dəfə biz Şkodanı çəkəndə mən sənə demişdim ki, mən birinci almaq istədiyim avtomobil Şkodadır. Şkoda isə özü Volkswagen qrupa aiddir. Amerikan və Yapon avtomobillərinə böyük məhəbbətim seçilsə də, mənim Avropada hörmət etdiyim iki markadan biri məhz Volkswagendir. İkinci marka isə Audi'dir. Volkswagen'ə böyük hörmətim olduğuna görə mənim üçün indi test edəcəyimiz avtomobil çox böyük önəm daşır. Çünki istəmişəm onun sükan arxasında oturum nə vaxtsa. Sonra o maşını verdilər yol polisinə idarə etməyə. Sonra yol polisi o maşını dəyişdi. Söhbət düzələri dəyişdi. Çünki yol polisində, bəli, yol polisinin gözündə o avtomobil o hörməti qazana bilmədi. Nətər ki, mənim gözümdə qazana bilməyib. Amma mən sənin fikrini dəyişəcəm, Pərviz. Söhbət Volkswagen Passat CC 2013-cü il və onun sahibəsi Tunzalə xanımdan gedir. Tunzalə xanım, zəhmət olmasa. Güzel avtomobiliniz var. Özünüzdə çox yaraşıqlı xanım sizə. Bayramınızı da təbrik edirik. 8 Mart bayramınız. Və sizdən bir şey soruşmaq istəyirik ki, bu avtomobili hardan almışsınız, nə vaxt almışsınız, neçə almışsınız və necə avtomobil? Yəni bu avtomobil barədə biraz bizə məlumat verərsiniz. Mən bu avtomobili almışam 2013-cü ildə, hardasa deyəsən iyun ayı idi. 2013-cü ildə Volkswagen Center'dan almışam Babəkdəki. Səhv eləmirəmsə 34.900 manata idi. 34.900 manata. Bir crossoverdən baha. Bəli. Və siz idarə eləmişsiniz bu avtomobili hardasa 60.000 və 60.000 sürü hörmətli tamaşaçılar Tunzalə xanım bu avtomobildə nələri dəyişir? Nəyi dəyişirsiniz 60.000-də? Şamlar dəyişir. Əyləc qəlibləri dəyişmişsiniz. Dəyişiriz, bəli. Əyləc qəliblərini dəyişib və siz bizə deyin görün bunun servisi, xidməti bahadır yoxsa? Çox bahadır. Çox bahadır. Çox bahadır. Volkswagen çox bahasız, bahacılsız. Burada da sürmüşəm, burada da sürmüşəm, Mercedes-i sürmüşəm, yəni olub məndən hamısından
Nissan-da olub, məndə hamısında servislə yəni işləmişəm. Yəni bu qədər baha məndə. Yəni ən bahalı servislərdən biri belə çıxır ki, Azərbaycanda Volkswagen bir də Şkodadır. Bu eyni bahadır. Eyni qrupdur. Volkswagen eyni qrupdur, amma Şkodan satanlar başqadır. Volkswagen-i satanlar başqadır. Niyəsə görə bilmirəm. Deməli, qabaq rişotkasına baxdığımızda bundan əvvəlki seriyada Volkswagen-in Passat digərlərdən üstün olmaq üçün qabaq radiator fərqli idi. Amma indi nə edətlər? Bütün Volkswagen modellərində hamısında reşotkanı, yəni radiator barmaqlarını eyni cür eləyiblər və demək olar ki, bu baxımdan seçilmir. Amma sırf komfort avtomobilidir. Məsəl üçün, komfortlardan birini mən sizə göstərim. Söhbət arxa kameradan gedir fərqli. Arxa kameranı bax bu görüntünün altında gizlədiblər. Biz bu, bax, Mən oturum arkaya verim, o açılsın. Ayso, siz onu bir dənə arkaya keçirdiniz. Bu nə üçün yaxşıdır Pərviz? Açıqda olanda təxmini bir 40-30 kilometr sürsən palçıqda, bu batır. Sən arxanı görə bilmirsən. Bu ona görə yaxşıdır ki, avtomatik olaraq onun üstü bağlanır və sən arxanı görmək imkanına maliksən. Yəni bu belə deyək də, həm kameranı qoruyur çilikdən, həm də ki, belə maraqlı bir şeydir. Bu Volkswagen-in müsbətlərindən biridir. İndi Tünzalə xanım, sizi bir dəvət edək ora. Bəli, bir dənə də Siz maşın şəhət qaldırın. Bu xoşuma gəlir ha, baba. Buradan əvvəl bütün şeylərdə bambuq olur axı orada. Amma mənim xoşuma gəlmir, niyə görə? Niyə Mən görə? sizə deyim. Çünki bu, belə deyək də, xüsusən də Tünzalə xanımın, gözəl xanımın sifətini koraya bilər. Niyə? Ucu şişdir, insan toxuna bilər. Burada sən maşınla niyə inirsən, mən başa düşmürəm, amma buna yedə bilərsən. Oturanda, Yox, belə oturma da. Yox. Mən hesab edirəm ki, bir balaca bunu aval eləsəydilər daha yaxşı olardı. Çox itidir, amma belə qəşəng görsənir. Xüsusən də şüşəni aşağı salanda. Bunun mənfi cəhəti nədən ibarətdir? Məsələn deyim, indi onu yoxlayarım. Əgər belə açdımsa bu bagajı, veşləri qoydum, bağladım, getdim. Düzdür. Yenə gəldim, açdım, veşləri götürdüm. İndi mən bunu necə bağlayacağım? Avtomatik bağlayacaq. İstənilən bu sumkanı götürüb binib basdan özü bağlanardı. Amma bunu eləməyəcək. Bu mənfi xüsusiyyətdir. Nə axtarsın burada? Germetik açılır. Sizə də motor falan yumamağı təklif edirlər yəni. TSI mühərrikdir. Çünki burada elektronika çoxdur. Bunun xüsusi dərmanla yuduzdurmaq olur. Yəni silirlər. Silmək lazımdır onu. Deməli 1.8 motordur. Yağ dəyişməyə nə qədər verirsiniz? 95 manat. 95 manat. Deməli 1.8 motorun yağ dəyişməsinə Volkswagen sürücüdən pul alır. Mən hesab edirəm ki, bu çox bahadır. Fikir verin. Gəl bura. Bax. Dostlar, avtomobilinizin işığını nizamlayan zaman bax buna diqqət etmək lazımdır. Bu nədir? Deməli 1.faiz. O deməkdir ki, siz nəqliyyat vasitənizi 10 metr arxaya verəndə bu 10 santimetr aşağı düşməlidir. Yəni, tutaq ki, bir maneədir qarşınızda. Buna uyğun nizamlanmalıdır. Yəni, dövlət yol polisində texniki baxışa gedəndə işıq nizamlanması bax bundandır. Yəni, işıqları Volkswagen Passatda işıq nizamlanması bax burada qeyd olunub. 1.faiz aşağıya doğru gedir. Deməli, tam elektron mühərrikdir. Neçə at gücüdür? Bilmir. Tipik xanım maşınıdır. Kastrol vurublar buna. Bax, bir ver. Kastrol vurublar. Necə Volkswagen Castrolla müqaviləsi var, mən sənə deyim. Şeydən çıxanda Castroldan O demək çıxır. deyil ki, buna başqa yağ vurmaq olmaz. Amma standarta baxmaq lazım. Standartına uyğun başqa yağ da vurmaq olar. Məsəl üçün, başqa firmanın da yağını sadəcə olaraq Volkswagen'in bu yağ şirkəti ilə müqaviləsi var və onlar bir-birlərinə xidmət göstərir. Standart söhbətidir. Yəni, hansı bir yağın, şirkətin özünün yağ standartı var. Əgər başqa bir yağ, X bir yağdırsa, onun üzərində o standart varsa, onu tökmək olar.
Və o yeri gəlmişkən, əgər standarta cavab verən yağdırsa, siz onu başqa yerdə tökürsünüzsə, bu zəmanətə təsir etmir. Zəmanətə bu təsir etmir. Çünki zəmanət başqa şeylərə verir. Siz o müqaviləyə baxsaq özünüz görəcəksiniz. Bir də Tural deyirdi ki, bunun belə deyək də, qutusunda, sürət qutusunda müəyyən problemlər olur. Bunun yox, 2005-ci ilin maşınlarında. Tunzalə xanım da sürət qutusu ilə bağlı bir problem yaşayıb və servisə də müraciət edir. Nə problem olub orada sürət qutusunda? Birdən ikiyə atanda titrəyirdi. Yəni birinci sürətdən ikincisinə keçəndə titrəmə olub və bunu düzəldiblər bəlkə. Yox, heç necə. Yəni nəhayət ki, Volkswagen nəyisə pulsuz edir. Çünki zəmanəti var. Yox, zavod defekti olur da o. Yox, zəmanəti var. Həm də zəmanət var, həm də zavod defekti. Zəmanət müəllifdən sürət qutusuna düşür. Nədir bu belə? Bizim deyilən gibi bunun hündürlüyü. Belə pis deyil. Bir səki qədərdir. Yəni bizdə bir səki qədərdir. Səkiyə dəyə bilər. Biz bunu belə saxlamalı olsaydıq səkiyə dəyəcək. Hə, səkiyə dəyəcək. Nəzərə al, Azərbaycanda səkilər də hündürdür. Bizdə səkilər çox hündür edir. Təzə səkilərimiz. Hə, təzə səkilərimiz çox hündürdür. Təəssüratımı sizə deyim, deməli, sanki bir idman avtomobildə oturmuşam, çünki çox alçaqdır, aşağıdır, başım da dəyə bilər. Qapıya pərvizin başı dəydi, amma bu içərisində İçərisi qəşəngdir. Mən sizə bir şey deyim. İçərisi qəşəngdir, amma biz yenə də bir şeyə rast gəldik. Adət üzrə bizim sürücülərimizdə. Bəli. Sizindir, yoxsa sizindir? Mən deyim. Heç bilmir xəbərim. Heç bilmirəm nətər düşüb. Yəqin göydən düşüb ora girib. Öz gönlünüzə gəlib girib ora. Azərbaycanda hər Məkkəyə gedib gələn adam Tunzalə xanıma bir dənə təsbih gətirib. Bir dənə mən gətirməmişəm. Bir də çoxlu təsbihlər var. Biz zarafat edirik. Yəni ki, bu belə deyək, təsbih var çoxlu, bilməm, bəzək üçündür yəqin ki. Sonra dərhal görsəniz ki, Tunzalə xanım düşmənli adamdır. Çünki təhlükəsiz üçün beyzbol bitası gəlsin. Nə ağacıdır bu? Nə ağacı çatıb adam başına dəysə partladı. Bu nədir? Tuzaxım, lazım olub istifadə eləmək? Hələ ki istifadə eləməmişəm, amma çünki mən yəni qaraj evdən, binadan çox uzaqdadır və qaranlıq olur. Siz evə gələndə bununla gəlirsiniz. Hoppa. Maşının və nömrəsini yadınızda saxlayın. Bax, bu maşında belə bir şey var. Kim gəldisə... Bu evə gedəndə əlinizdə belə tutub gedirsiniz ki, kim mənə yaxın dursa bunun başını partlatacağım. Deməli, start-stop düz yanımızdadır. Açar yerini bura taxırsan, start-stop yanındadır. Sürüşmə əleyhinə var. Bilməm, indi biz sürəndə nəqliyyat vasitəsinə baxacağıq. Və dizaynı çox müasirdir. Müasir dizayndır. Yəni, sükan kifayət yüngül, tam tarıma çəkilib, Cerato'da da belə idi. Mən də elə təsəvvür yaranı bilməm, sükan arxasında sənsə, sanki elə bir Tunzalə xanım uzanmış vəziyyətdə maşını, çünki arxa çox yox, sənin üçün normaldır. Yox, normaldır, niyə? Belə görsəniz ki, çoxdur. Qaldırdım belə, qabağa dala sükan şeyi var, oturacaq idarə etməsi var. Oturacağın qızdırılması yəqin ki var. Var. Soyudulması da var, qızdırılması. Var, hamısı var. 36 minə mi oldu? Barda çoxu da var, böyükdür. Belə də, o qədər də böyük deyil, normal. Var. Deməli, xoşuma gələn bir şey var, enerji qidalandırıcı, nə bilim filan. Yox, o qədər şey var orada, nə biləcəksən orada nə var. Parfümer mağazində. Deməli belə, qol saatına bənzər, deməli, analog saat var burada, bu yaxşıdır. Əsas məsələ, 2 vilkalı razetka var, yəni elektrik
nə deyirlər ona? Qutusu. Biz məsələn öz kameramızın elektrik qutusunu, elektrik enerjisi məsələn oradan alırıq. Yəni Tünzalə xanımın avtomobilində. Yaxı bu düymə nə üçündür? Necə? Bu Düymə nə üçündür? Ha, buradan çıxır. Onlar üçün. Sizin maşınızda çoxlu belə İquşqalar var. Orada yox, ümumiyyətcə belə baxanda Tünzalə xanım maşında azdır. Çünki adətən xanımların maşında yumşaq oyuncaqlar, o məxki İquşqalar çox olur. Oyuncaq mağazinə oxşayır, amma burada yoxdur. Deməli, o arxa jalüzü salmaq olur avtomatik olaraq. Nə ilə salırsan onu? Oradan, amma qaldıra bilməyəcəksən. Nəyi? Çünki bayaq keçən orada nəsə olmuşsun, onun orasını qırmışam, güclərlə. Amma o biraz narahatlıq yaratsa da, biz bunu era atsaq, görürük. Oradan Yəni ehtiyac olmur o şeyə, ona görə də bununla da normal idarə eləmək olur. Deməli, yaxşı görsədir. Yəni, çox aydın görsədir. Həm də çiklənmir axı, o üstünü bağlayıblar, çiklənmir. Deməli, bu belə. İndi OPS optik park sistemi. Deməli belə, bu maşın özünü park eləyə bilir. Pərviz. bilmirdi. Bəli, Tezay xan bilmirsən onu. Bu maşın... Maşının sahibi təzə məlumat alır. Deməli belə, bax, bu var ha, baba bu. Bu P hərfi. Bir dəfə bassanız onu paralel, ikinci dəfə bassanız, bax, vertikal olaraq onu park edəcək. Özü park edəcək, siz heç eləməyəcəksiniz. İstəyirsiniz bunu yoxlayaq. Bu nədir? Deməli, onu qoşduğunuz zaman, gedirsən bir yerə, boş yer özü tapır, göstərirsən ki, burada boş yer var. Və salam, bir də bunu bastınız, əlinizi buraxırsınız. Sadəcə siz yolu kontrol edirsiniz ki, o, mənə deyin, yəni gelib dəyməyəsiniz, çünki bu elektronikadır, tam 100% zəmanət vermir. Amma özü avtomobili park edir. Volkswagen Passat CC 2013. Etməlidir, hər halda. Etməlidir, yoxu edir. Avtohold nə üçündür? İndi bax, siz onu atın erə. Atdım erə. İndi reski qapını açın, ayağınızı da buraxın. O ruçnoyu çəkdi. Özü çəkir onu. Aha, indi siz qapını örtün. Siz hərəkət eləyə bilsəz, yəni biləcəksiniz. O ruçnoyu buraxacaq özü. Heç nəyə basmağa ehtiyac yoxdur. Bu onun parkının kontrastıdır. Bu əməlli başlı müasir avtomobildir. 36.000, amma 36.000 bahadır. Yox, 34.900 manat verir. Amma bahadır yəni. $1000 belə deyil. Arka oturacaqda 2000 yenə. Və ən əsası buradan gördün? Bəli. Kısacası biz gerek Orxan üçün yer boşaldı orada. Oturacaqlar idman üslubundadır, fikir verirsən? Bu tikilişləri, qıravdan saxlayır səni. Belə bağlayıb böyürdən. Və sən deyirdin, Volkswagen belə. Deyirəm ki, Azərbaycan üçün çox bahalı. Yox, bahalı yox. Mən sən dedim ki, yəni fikri dəyişirəm ki, Volkswagen haqqında ki, Volkswagen, bax, uşaqlar deyirlər, biz danışırlar bizdə. Ay, C-klass belə gəldi. Y-klass, 98, 99, 2000-ci C-klasslarını alırsınız ha. Ondansa, indi Passat demirəm, Golf da ala bilərsən, Polo da ala bilərsən, düz deyil? Mən ala bilməm. Niyə? Mən əgər əlimdə o cür pul olsa, mən alternativ başqa markalar var ki, mən onlara daha çox üstünlük verirəm, mən onları alıram, amma belə demirəm ki, pis marşadır. Bunun rəqibi olaraq? Bunun rəqibi olaraq ümumiyyətcə mən sedan avtomobil almaq istəməzdim. Özüm üçün, şəxsən məndən gedirsə söhbət. Niyə? Çünki mən xoşlamıram da sedan avtomobil idarə eləməyi xoşlamıram. Mən xoşlayıram hündür maşınları. Ona görə də mən fikirləşirəm ki, mənim... Hündürdən keçmişsiniz buna? Mən belə başlayım, siz sürət sevərsiniz. Çünki bu sürət sevən, drive, manevri sevən insanlar üçündür. Biraz business class ruhu olsa da, istənilən halda bunda bir sürət var. Məsələn, bir şey deyim. Bunda bir sürət var, bir manevri var. Var və çox qəribə bir dizaynı var ki, bu avtomobilin bunu, belə deyil, idman formasında da idarə eləmək olar. Belə klasik geyimdə də, qalstukla da. İdman olanda əlinlə oradan kontrol edirsən, yoxsuz. Bu? Yox. Bunlar. Sürəti artıb azaltmaq. Bildim. Sürət şeyi əlvin altında olur. Bu idman avtomobillərində olur. Bolidlərdə sürəti buradan keçirirsən. Burada bir dənə işıq yanır. Bu deyəsən sizdə şin boşdur. Təkər şininin boşluğunu göstərir. Onu oradan menyudan silmək lazımdır. Bu avtomobilin servisi baha olsa da, amma bu avtomobildə öz-özünü park etmə sistemi var. Bunu bilmirdiniz. Qadınlar parkingdə əziyyət çəkir də, bəli. Xahiş edirəm.
Mən yox. Yox, adətən. Adətən. Bu onun beyin yarın kürələrindən asılı olan bir şey. Yəni Tunzalə xanım bir istisnadır, amma ümumiyyətlə xanımlar bəli, həqiqətən də park edəndə avtomobillərini çox əziyyət çəkirlər və bəzən yəni bunun filmlərdə də görmüşük, televizorda da, həyatda da ki, bəzən xahiş eləyirlər ki, avtomobil dayanacağında duran insanlar da mənə kömək elə, mən maşınımı park edim. Amma Tunzalə xanım deyir ki, bəli, Tunzalə xanım deyir ki, mən özüm eləyirəm park, hətta bu avtomat parkinqa da ehtiyacı yoxdur. UAZ stili bu avtomobildə də özünü göstərməlidir. Bax, buna bax. Bu nədir? Bu elə bir o rekord 721 televizorlar var idi. Çöndər oradan mərkəzi televiziyaya baxa görək var. Şarak. Bu düzgündür də. Bu qiymətə onu biraz müasirləşdirmək olar. 36 bin. Bu elə bir ki oraya 30 rubl, amma bu düzgün deyildi. Okey. Getdik. Bircə dəqiqə məncə verim. Güzgü isiticiləri var. Güzgü isiticiləri var, qabaq-arxa isiticiləri var. Avtomobilin benzini də var. Biz onu sürmək istəyirik. Atırıq D-yə. Sport rejimi də var. Təsbihlərin əlindən bu görmək olur ki. Tunzalə xanım, premium benzin vurursunuz da yəqin ki. Nə verir? 92 vurursunuz, 95? 95 vurur. Düzdür, baxa gələcək, amma 95 vurur. 95. Amma servisdən mənə 92 deyirlər. 92 deyirlər. Məncə 95 vursaz daha yaxşıdır. Deyirlər. Məncə. Deyirlər, indi servisdə... Məsəl üçün, nə fərqi olur? Yəni, nəyində fərq edir? Klapanları, belə deyək, yanacaq farsunkaları daha gec zibillənəcək. Çünki o yanacağın keyfiyyəti sizin vurduğunuzdan daha yüksəkdir. Aktan rəqəmi də daha yüksək olduğuna görə avtomobiliniz daha tez sürət yığacaq. Yəni, sürətli avtomobili idarə etməyi xoşlayırsınızsa. Amma hər bir avtomobilin kitabçasında ona uyğun olan yanacaq göstərilir. Əgər sizə orada deyirlərsə ki... 92 Avropa üçün. Avropanın 92-si ilə bizim 92 biraz fərqi var axı. Düzdür. Gedək. Sport rejimi var. Bax, burada görsəndi. Sürətdə deyil biraz. Bismillah. Deməli, park radarı var. Mən sənə bir şey deyim. Mən sedan alsam, tam səmimi deyirəm. Sedan alsam. Əgər Amerikan Cadillac'ından və ya Yapon sedanından xoşuma gələn olmasa, mən Volkswagen seçəni alaram. Passat alaram. Necə keçdi? Super keçir. Doğru. Mən istəyirəm. Dəqiqə vaxtı olacaq ki. Var. Dəqiqə vaxtı var. Yaxşı keçdi. Keçməyinə yaxşı keçir. Məncə problem yoxdur. DSG korobkadır, yəni sürət qutusudur. Bu sürət qutusu çox məşhur sürət qutusudur Volkswagen üçün. Arada biraz onlara problem yaşadı. Amma bu avtomobilin, belə deyək də, bizi dinləyən və baxan insanlara demək istəyirəm ki, bu avtomobilin ən müsbət cəhətlərindən odur ki, Azərbaycan üçün bu avtomobil həddən artıq az yanacaq işlədir. Yəni qabaritlərinə, çəkisinə görə həddən artıq az yanacaq işlədir. 100-ə nə qədər yiyir? Şəhərdən kənarda 100-ə yiyir 6 litr. Şəhərdən kənarda 6 litr, şəhərdə? Şəhərdə 7-8 arası. 7-8 arası. Yəni bu boyda avtomobil üçün çox az. Çox tıxacda qalanda maksimum çıxsın 9-a. Yenə də azdır. Çünki avtomobilin qabaritlərinə baxanda premium klass avtomobilə bənzir və insanda elə bir təsəvvür yaranır ki, bu avtomobil həddən artıq çox yanacaq yiyəcək və bu dəqiqə Tural, məsəl üçün, qazı basanda hiss olunur ki, baxmayaraq ki, mühərrik 1.8-dir, onun ikisi var, 2 motorusu var. Amma 2 motorunda 100-ə şəhər içində 5-6 litr yazır.
Yəni zavodda, bəli. 5-6 litr yazır. 2 mühərrikində. Ona görə bu sürət qutusunun müəyyən problemlərin olmasını nəzərə alaraq və ümumiyyətlə yanacağa qənaət etmək istəyirsinizsə, sizə bir məsləhət görə bilərəm dostlar. Bu məsləhət nədən ibarətdir? Svetoforda dayananda və ya kimisə gözləyəndə neytrala atmaq. Neytrala atırsan, daha sonra drive edirsən, onda sizin o probleminiz ki, inşallah olmayacaq və siz yanacağa qənaət edəcəksiniz və bunu da biləsiniz. Onda ancaq sizin avtomobiliniz olacaq avtomat sürət qutulu yox, yarım avtomat sürət qutulu. Çünki əlimi işlədirsiniz. Avtomat ona görə avtomat ki, bir dəfə qoşulub bütün gün sürürsünüz. İndi qənaətli söhbət gedirsə, qənaət edirsə. Avropada hamı elə edir ha, onu biləsən. Avtomobilin çəkisi yüngüldür. Yüngül də gedir ha. Yəni, bax, tutaq. Axıra qədər bastım. Gələk otomatik üçün bir dənə arxadan vuraq. Uçdu qabağa. Kifayət qədər yüngüldür, sport olduğu hissi olunur ki, yəni... Ümumi tanışımız olan, sonra zimilə düşən deməli, idman üslublu olduğuna görə, idman ruhu olduğuna görə yerindən çox tez götürür və daha, belə deyək də, güclü bir maşın olduğunu göstərir. 1.8 mühərriklə kifayət qədər manevrli avtomobildir, hə, Tuzarə xanım? Yəni, mən özüm şəxsən deyim sizə, şəxsi fikrimi deyirəm sizə ki, sedan alsam Amerikan və Yaponlardan nə zamansa birdən kimsə pis eləyər, xoşum gəlməz, o zaman mənim seçimim Volkswagen ola bilər. Təbii ki, növbədə seçim Audi durur, çünki Avropada hörmət etdiyim 2 model var. Audi və Volkswagen, məsəlam. Avtomobillərin satışına ən çox göstərici amil kimi onların ehtiyat hissələrinin alınıb satılması təsir göstərirdi. Yəni, bəli, Tünzalə xanım ola bilər ki, pulu var, amma Tünzalə xanım istəyərdi ki, avtomobillə Qubaya gedəndə Allah eləmiş, Qubada xarab olanda onun ehtiyat hissəsini Qubadan da alıb düzəltdirə bilsin. Mən həftədə 3 dəfə Qubaya gedirəm. Doğrudan? Məndən salam deyərsiniz, mən Qubalıyam, onu görürüm. Bəs orada yeri fərəsləyəm. Ona görə Qubanı dedim. Ümumiyyətlə, bütün Quballar Qazaxlılardır. Onu biləsən. Maşının özünün bir maya qiyməti var, maşının özünün statusu var. Hesab edirəm ki, bu cür maşın üçün o cür qiymətlər də biraz, belə deyək də, Volkswagen tərəfindən belə bir yanaşmadır, qardaş. Almısan maşını, bilirsən də nəyə gəlirsən. Yanaşma budur, bəli. Yəni, indi ola bilər, siz kasıb oğlansınız, amma cəmatı pulu var. Mənim bugünkü imkanlarımla mən hesab edirəm ki, bahadır. Mənfi cəhətlərdən biri qabaritlər yapmış. Orxanı mən indi başa düşdüm. Mən əyləşəndə 2 qat olub oturuyorum. Mən rahat otururam. Yox, burası alçaq ediblər çox. Yəni, biraz idman verir. Aşağı sala bilərsiniz. Son aşağısa mən biraz yuxarı qaldırmışam. Bunu aşağı sala bilərsən. Qabarit işığını yandır da, yaxın varan işığını. Qoşanda avtomatik yanmır səndə. Yaxın vuran işıqlara avtomatik yanmır. Bu mənfi cəhətidir. O avtomatik yanmalı. Çünki Avropa təhlükəsizliyinə görə qabarit işıqlar dərhal yanmalıdır. Euro NCAP-dan 5 ulduz alıb təhlükəsizliyinə görə. Sərnişin təhlükəsizliyi 4 ulduzdur. Piyada təhlükəsizliyi isə 3 ulduzdur. Yəni, sırf təhlükəsiz avtomobildir. Mən sizə deyim ki, mən özümü çox rahat hiss edirəm və mən ən çox xoşuma gələn bu maşının sükanıdır. Yəni, idman üslublu avtomobilin sükanını oxşur və sürəti də çox tez idi. Yəni, bu görsənir ki, bunu belə deyək də, istehsal edən zavod nəzərdə alıb ki, bu idman üslublu avtomobil kimi də idarə olunacaq. Ona görə də baxmayaraq ki, mühərriki 1.8-dir, yəni at gücü mənə elə gəlir ki, bunun çox olmalıdır. Səhvərimsə 170 at gücü. 170 at gücü aldı. 160 səhvərimsə. Çox gözəldir, amma 180 bilirdim mən. Güzəli xan, bu oturacağı aşağı salmaq üçün neyini mi? Qıraqdakını sal da. Sizin yanınızdadır, üstündən basın, aşağı basın. Bax, belə şeylər var maşında. Biraz. Adam çaşar ya burada. Yox, mən əslində birinci fikir. Bunlar nə üçün lazımdır Güzəli xan? Bu uşaq koleskosu. Yox, bunu deyirəm. Bunlar çox olmalı. Yəni, bunu əlinizdə oynadırsınız əlinizdə. Paltarımızın rənginə uyğun olaraq götürmürəm. Sadəcə maşında tıxacda qalanda başa düşdüm. Məşqələ olur mənim üçün. Başa düşdüm. Amma üstündə götürmürəm, yox. Sərnişin üçün çox rahatdır. Üstünüzə götürsünüz, o biraz belə aerodrom papasla şeyləmək olur. Sərnişin üçün rahatdır, yer gəlmişdir. Mən sənə bir söz. Sərnişin yeri rahatdır, çünki yerdə rahatdır və mən sizə deyim ki, sükanı çox rahat sükandır. Mənim çox xoşuma gəlir.
və sürətli maşındır. Yəni qazı birdən basanda hiss edir ki, sən biraz arxaya çəkir. Amma nədənsə mənim anamla qızım sevmirlər bu maşını. Bu indi hansısa pəncərə açıldı, ona görə səs gəlir, yoxsa? Yox, şıltı vardı elə bir. Pəncərə açıldı. Yox, bağlıdır. Lük açıqdır. Hə, lük açıqdır. Lük açıqdır. Hiss edirəm ki, biz danışanda nəsə şıltı mani olur. Ola bilər bu maşının biraz idman ruhunda olması mamanızın və qızınızın xoşuna gəlmir. Ola bilər. Yox, həm də mən sizə deyim də, yaşlı adamın bu avtomobil xoşuna gələ bilməz. Çünki buna əyləşmək həqiqətən də bir balaca razılaşın ki, indi avtomobil sizin olsa çətin. Elementar bir yağı dəyişmək üçün bəli. Yox, şəhərin arasında yaşamalısından asılı olmayaraq sən mütləq ora getməlisən. Orada uzaq, məsəl üçün, kim üçünsə. A5-dəkinə gedirsiniz, hə, Yevrosiyyə? Hə. Məsəl üçün, Yasamalda yaşayanın yerə imkanı olsun, gedib o Yasamalda da onu eləsin. Qubada yaşayır. Məsəl üçün, mən yaşayıram Xırdalanda, amma bilirəm ki, sabah mən maşını servisə aparıram, gəlirəm, qalıram Anamgildə, Nərimanovdan. Çünki Nərimanovdan gəlmək, yəni, biraz hasan da olur, çətin çəkmirəm. Mən belə icazə verim, bir balaca sizə ürəyim də yansın. Çünki Xırdalanda yaşayırsa, mən təsəvvür edirəm, işə gəlib gedəndə hansı tıxaclar. Ona görə mən sizə saat 5-dən 8-ə kimi ancaq sizə qulaq asıram. Təsəvvür 3 saat evə gedir. Allah o tıxacı yaradan onda canını sağ eləsin. Çünki təsəvvür edirsən 10 dəqiqəlik yolu məcbur 2 saat otururlar, bizə qulaq asın. Yəni Binəqədi rayon icra hakimiyyətinə rəhmət getdi. Şapka çıxardır, şapka. Deməli, bir məsələ var. Pərviz ümumiyyətlə bu çəkilişə gələnə qədər Volkswagen haqqında ancaq mənfi fikirdə idi. Xoşu gəlmir. Bəli, avtomobil kimi... Yox, bəyənirdim avtomobil ki, sadəcə olaraq hesab edirdim ki, Azərbaycanda alan insan bu avtomobil biraz əziyyət çəkib. İkincisi də bu avtomobili alanda, əgər satmağı düşünürsünüzsə gələcəkdə, satanda da çətinliklə üzləşəcəksiniz. Hə, çətin zat. Avtomobilin sahibi... Satmaq istəsə mənə satacaq da, alacam onu. Bəli, satılmayan avtomobilləri satmaq istəyirsə, Turala yaxınlar. Turala alacaq hamısını. Əyləc sistemi Tuncağa xanım soruşdu. Əyləc, yəni mən öz yoxladığımı deyirəm. Sən də yoxlaya bilərsən. Hə, sürdüm, yoxladım. Yəni bu avtomobildə toqquşma əleyhinə şey var, sistem var. Tuncağa xanım, bunu da bilərsən. Yəni qabaqdakı nəqliyyat vasitəsilə toqquşma təhlükəniz olsa və siz saxlamasanız, yəni tutaq ki, o özü onu saxlayacaq. Azaldır. Bəli. Mən bu avtomobilin gedəyimləşik onu. Yəni mən bilmirəm aktivləşib yoxsa, mənim kitabını oxumamışam, amma mən bilirəm ki, dəqiq bu funksiyanallığı var. Yəni təhlükəsizlik kəməri taxmadan maşın işə getmir, hərəkət eləmir. Əl əyləci buraxmır. Deməli, mən indi bunda bilmirəm var yoxsa yox. Deməli, iki motor Passatda var. Deməli, burada işıq yanır. Kör bucaqda, yəni görmədiyin bucaqda avtomobil peyda olanda avtomatik güzgün yanında işıq yanmağa başlayır. Göstərir ki, orada səndə avtomobil var, kör bucaqda. O tərəfi yaxşıdır. Yan şeyi, görünüşü çox qəşəkdir. Abzoru böyükdür. Həqiqətən də hiss edirsən ki, abzoru var, əməlli başında. Qaz verdin, getdin. Deməli belə, 10 ulduzdan 10 baldan 9,5 verirəm. 9,5 nəyə görə verirəm? Bu, göstərdiyim o işıq şeyi var. Bax, o mənim xoşuma gəlmir ki, onu sanki rekord 721 tipli. Dönmə deməli, işıqlar adaptiv faralar, yəni hansı istiqamətə dönürsünüzsə, işıq da o tərəfə dönür. Rahatlığı superdir. Özü-özünü park edə bilir. Qarşında maneə varsa, ona dayanmanın qarşısını alır. Avtomobil rahat avtomobildir. İndiyənə qədər test etdiyimiz avtomobillərin arasında ən yaxşısıdır. Turalın fikridir. Mənim fikrim. Bəli. Mənim üçün belə deyil, mənim xoşuma gəlməyən nələr oldu. Yəni ki, Turalın sadaladığı bütün müsbət cəhətlərlə razıyım. Yəni ki, bunlar hamısı var və hətta deyim ki, mən bu avtomobilə əyləşəndə, o deyir, qonaq gələndə özü bəzi evdə, öz evindəki kimi hiss edirsə, mən də bu avtomobildə öz avtomobilimdəki kimi özümü hiss edirdim. Yəni, narahatçılıq yoxdur. Sadəcə olaraq, mən hesab edirəm ki, bunun damı çox alçaqdır və bir balaca narahatçılıq yaradır və bu kəsiyi, bu da çox alçaqdır və avtomobilə əyləşəndə mən sanki biraz 2 qat əyilib tutmalı oluram. Bir də bu şüşənin, bəli, bir də ki, bu şüşənin qaldıranda, qapını açanda, şüşənin o piliyi çox qıdırlar. Hesab edirəm ki, təhlükəsiz üçün onu daha avam etmək. Amma belə mən Tural'la razıyam. Yəni bu avtomobilin
çox heyif ki, Azərbaycanda layiqli səviyyədə belə deyək də servisi yoxdur ki, arxayın bunu alıb biləsən ki, bunu hər yerdə təmir eləyə biləcəklər. Yəni bundan başı çıxan ustalar da azdır Azərbaycanda, amma texniki keyfiyyətlərinə görə çox avtomobillərdən üstündür. Mən də 10 xaldan 9-unu rahat verə bilərəm. 9,5 mən, 9-dakı Pərviz. Videonu like edirsiniz. Əslində 8 Mart bayramı olduğuna görə elədim. Əslində mən 8 bal vermişdim, amma 9 verdim. Millət qoyduğu çox. Bu qədər avtobaz bitir, gəlin həftə inşallah görüşürük. Özünüzə yaxşı baxın, xanımlar, bayramınız mübarək. Bəli, Adət Hanım simasında xanımlarımızı təbrik edirik. Dünən olub bayram, belə çıxır ki, biz bir gün, yox, əslində biz 8 Mart günü çəkirik hal-hazırda. Siz bunu 9 Mart günü görəcəksiniz, amma yenə də bayramınız mübarək və sağ olun.